Qurani Kərimdə din sözü yalnız müsəlmanların deyil, digər dinlərə və inanc sistemlərinə mənsub insanların inanclarını ifadə etmək üçün də istifadə olunmuşdur. Bununla yanaşı, xüsusi mənada din deyildikdə İslam dini nəzərdə tutulur. Bu məna Ali İmran surəsinin 99-cu ayəsində Allahın ayələrini inkar edənlərə yönələn müraciət kontekstində də öz əksini tapır. İslam ilə din anlayışı sinonim, yəni eyni mənanı daşıyan iki termin kimi qəbul edilmiş, bütün peyğəmbərlərin gətirdiyi dinin İslam dini olduğu vurğulanmışdır. Bu məzmun Qurani Kərimin Ali İmran 85, Nisa 125, Maidə 3 və Şura 13 ayələrində də öz əksini tapmaqla yanaşı, Ali İmran surəsinin 19-cu ayəsində açıq və qəti şəkildə belə ifadə olunur. İnnə dinə indallahil İslam. Şübhəsiz ki, Allah qatında din İslamdır. Nəticə etibarilə din sözü Quranda müxtəlif mənalarda işlədilsə də, onun həqiqi və kamil təzahürü İslam dinidir. İslam isə Allah tərəfindən seçilmiş, bütün peyğəmbərlərin ortaq təbliğ etdiyi və insanın həm fərdi, həm də ictimai həyatını hərtərəfli şəkildə tənzimləyən mükəmməl ilahi nizam və həyat sistemidir.